Salam əziz şagirdlər, gəlin birlikdə 27 aprel 2025-ci il üçün sonulan sualların, riyaziyyat suallarını həll edək. Deyir, radisi 19 sm çevrə mərkəzindən 25 sm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Belə bir çevrə çəkirik, çevrə. Deyir, radius 19-dur, radius 19 deyərəm. Çevrənin mərkəzində 25 məsafə, yəni burası 25 götürülür. Deyir ki, ən kiçik məsafəni tapın. Yəni 25-dən 19 çıxarıq. Yerdə qalır 6 sm. Doğru cavabımız A variantı. Sonra deyir, modulda -7,5 çıxılsın, modulda 3,3 bölünsün 2 ifadəsinin qiymətini tapın. Bildik ki, moduldan həmişə müsbət ədəd çıxır. Yəni yazıram, moduldan müsbət çıxdığına görə mənfidən də müsbət çıxacaq. Müsbət 7,5-dən çıxıram. Müsbət ilə müsbət çıxacaq moduldan. Onda 3 bölünəm 2-yə. 7,5-dən 3,3 çıxanda qalır 4,2. 4,2-ni 2-yə böləndə cavabımız müsbət 2,1. C variantı. Bu sualda bizdən nə istəyir? Ölçüləri 3 sm, 5 sm və 8 sm düzbucaqlı paralelipedin tam səthinin sahəsini tapın. Düzbucaqlı paralelipedin sahəsi nədir? S bərabərdir 2 vurulsun AB plus BC plus AC düsturla tapılır. Buna A deyərəm, buna B deyərəm və buna isə C deyərəm. Yazaram. S bərabərdir 2 vurulsun AB 15 üstə gəlsin BC 40 və üstə gəlsin AC isə 24-ə. 24-ə və biz burada yazarım. S bərabərdir 2 vurulsun 15 üstə 40 55, 55-in üstünə 24 79. O eləyir 158. Doğru cavabımız Y variantı. İndi isə keçək digər suallara. Bu sualda bizdən nə istəyir? Tərəfi 10 sm olan ABCD kvadratında N və N uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa, AM, C-nin düzbucaqlının sahəsini tapın. Bizə düzbucaqlı verib, tərəf 10-dur. Bir, iki, tərəf 10-dur. Tərəf 10